Azərbaycan televiziyasının hədəf verilişinin yaradıcı heyəti Naxçıvandadır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar hazırlanan xüsusi proqramda Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövründəki çoxşaxəli və gərgin fəaliyyəti, onun zəngin siyasi irsi və bugün qədim diyarda müşahidə olunan inkişaf prosesləri işıqlandırılır. Təbii ki, Ulu Öndərimiz keçdiyi böyük təcrübə yolu, həyat yolu bütövlükdə Azərbaycan xalqı tərəfindən hələ uzun əsrlər boyu öyrəniləcək. Çünki Ulu Öndər elə bir konsepsiya formalaşdırıb ki, o bütün zamanlarla ayaqlaşa bilən konsepsiyadır. Birinci dəfə deyil, bizim heyətimiz, hədəf proqramının yaradıcı heyəti Naxçıvana səfər eləyir. Biz bu illərə qədər də bir neçə dəfə burada proqramlar çəkmişik. Məsələ bundadır ki, yəni Naxçıvan torpağı, Naxçıvan Muxtar vilayəti bizim üçün birincisi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Digər tərəfdən də bura, mən deyərdim ki, bizim ən yeni tariximizin yarandığı bir məkandır. Yəni Heydər Əliyevin 90'ların əvvəllərində Moskvadan bura qayıdışı, sonra burada dövlətçiliyimizin yeni təməlinin qoyulması, prinsip etibarilə onun özünün siyasi əqidəsi ilə dövlətçiliyin məfkurəsinin formalaşması və onun institutlarının yaradılma prosesi demək olar ki, bilavasitə onun iştirakı ilə keçdi. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 103 illik ildönümü ilə bağlı çox möhtəşəm bir veriliş hazırlanır. Və eyni zamanda bu verilişdə Ulu Öndərimizin Naxçıvanda fəaliyyət göstərdiyi illəri, o dövrün Azərbaycan tarixi üçün, Azərbaycan taleyi üçün misilsiz bir dövr olduğunu geniş şəkildə təhlil olunur. Və doğrudan da Ali Məclisin sədri olduğu dövrdə və burada hətta yaşadığı dövrdə Ulu Öndərimiz bütün qərarları, bütün fəaliyyəti, bütöv Azərbaycanın qorunması, bütöv Azərbaycanın güclənməsi, müstəqil Azərbaycanın müstəqilliyinin, dövlətin və dövlətçiliyin qorunmasına yönəlmiş addımlardır. Və bu günləri sevindirici halda Naxçıvan Muxtar Respublikası doğrudan da Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olaraq müasir şəkildə qurulmaqdadır. Və Naxçıvan doğrudan da həm belə deyək ki, çox gözəl, abad məhəllələr, küçələr və eyni zamanda inzibati binaların ucaldığı bir məkana çevrilibdir. Çəkilişlər Naxçıvan şəhərinin bir sıra tarixi və ictimai əhəmiyyət daşıyan məkanlarında aparılır. Doğma Naxçıvan torpağında olmaqdan çox məmnunuq və nə xoş ki, Azərbaycan televiziyası hədəf proqramı Ulu Öndərin növbəti ad günü ərəfəsində məhz Naxçıvanda bu çəkiliş edir və biz də dəvət olunmuşuq. Ənənəvi olaraq hər il Azərbaycan xalqı, dünya Azərbaycanlıları Ulu Öndərin ad gününü, yubileylərini qeyd edir. Çünki müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevdir. Amma müstəqil Azərbaycanın ikinci müstəqilliyinin bərpası prosesi məhz Naxçıvandan başlamışdı. Onun Ulu Öndər Heydərin təşəbbüsü ilə başlamışdı. 1990-cı il noyabrında burada Naxçıvanda Azərbaycanın üşəkli bayrağı dalğalandı. Ondan sonraki siyasi proseslər məlumdur. Xalq, Naxçıvan insanları Heydərin ətrafında sıx birləşdilər. Sonra Azərbaycan aparıcı insanları, 91'lər, ziyalılar Heydər Əliyevi çox çətin bir dövrdə Bakıya dəvət etdilər, Azərbaycana rəhbərliyə dəvət etdilər. Və bu baxımdan Azərbaycanın ikinci müstəqilliyinin fundamenti, bünövrəsi məhz Naxçıvanda qoyulmuş oldu. Və bugün əlbəttə ki, həm bütövlükdə Azərbaycan xalqı və bütün dünya Azərbaycanlıları məmnundurlar ki, Azərbaycan ərazi bütövlüyü təmin olunub, Azərbaycanın suverenliyi tam bütün ərazisində təmin olunub, Azərbaycanda çox ciddi ictimai-siyasi sabitlik mövcuddur və Azərbaycanın bütün regionlarında olduğu kimi Naxçıvanda da bu cür tədbirlər həyata keçirilir, ad gün ərəfəsində çəkilişlər həyata keçirilir və hesab edirəm ki, bu Azərbaycan xalqının qəlbindən, ruhundan və Ulu Öndərin siyasi irsinə sədaqətindən xəbər verir. Xüsusi buraxılış yaxın günlərdə tamaşaçılara təqdim olunacaq. Samik Nuriyev, Təxminə Babayeva, Samir Mehdiyev, NTV Xəbər.